Salam hörmətli tamaşaçılar, əziz Qarabağlılar. Qarabağın gözəl diyarı Xankəndidən yenə də reportajımız davam edir. Bugün Xankəndi şəhərinin qonaqlarının eyni zamanda Xankəndi sakinlərinin ən çox gəlib alış-veriş etdiyi gündəlik yarmarkaya gəlmişik. Buradan gözəl bir çəkiliş həyata keçirəcəyik. İstəyirəm buranı tanımayanlar görsünlər ki, gündəlik yarmarkada nələr var. Gəlin gedək, tanış olaq. Bəli, hörmətli tamaşaçılar, doğrudan da reklam kimi deyirəm, həqiqətən də burada insanlar ən çox üst tutduğu, axın etdiyi bir məkandır. Gündəlik yarmarkada nə istəsəniz tapmaq olar. Sizdən böyüyən hər kəs məhz buraya alış-veriş etmək üçün gəlir. Gündəlik tərəvəz məhsulları, pomidorundan, badımcanından, lobyasından, xiyarından, çitotundan, acı biberindən, qabaqçı, nə istəsəz bütün tərəvəz məhsulları hər birisi gündəlik yarmarkadadır. Elə buranın sakinləri gəlib buradan alış-verişini həyata keçirə bilərlər. Düzdür, belə tərəvəz bir çox marketlərdə, iri marketlərdə var. Amma buranın fərqi digərlərindən odur ki, burada qiymətlər çox ucuzdur. Yəni, reklam xatirinə demirəm, özünüz də görəcəksiniz ki, burada qiymətlər həqiqətən də çox ucuzdur. Baxın, burada tərəvəzlər eyni zamanda belə reyhan, kişniş, soğan və bütün nələr varsa hamısı hər an burada olur. Qışı, yayı fərqi yoxdur. Burada ağartı məhsulları da var. Kompotlar var, daha sonra mürəbbələr var, pendir var, süd məhsulları, qatı, hər bir şey kənd məhsullarıdır özdə. Baxın, burada pendir, hər növdə motal pendiri və digər şorlar, nə istəsəniz, hər birisi buradadır. Yuxalar da bax, burada gündəlik pişirilir, gətirilir. Hər növdə gündəlik burada un məhsulları da satışda var. Qarpız da həmçinin, yemiş. Meyvələrdən də yenə də nə istəsəniz burada tapa bilərsiniz. Mövsümü bütün məhsullar hamısı gündəlik yarmarkada. Ona görə də hər kəs buranı seçir ki, burada nə istəsələr tapmaq mümkündür. Ona görə də elə yollarını buradan salırlar. İstədikləri hər şeyi buradan alırlar. Bir sual verirlər ki, bu meyvə var, artıq orada yoxdur, söhbəti yoxdur. Hər şeyi də əldə edib gedirlər. Baxın, burada zoğalından, gavalından, şəftəlisindən tutmuş, şəftəlinin müxtəlif növləri, alma, mövsümü almalar, armudlar. Daha sonra borandan belə kənd məhsulu da hamısı, soğan, göy alma, kartof, qırmızı soğan var hətta, sarımsaq və burada digər, baxın, burada yeni gələn məhsullardır, gavallardır, gavalların müxtəlif çeşidləri, bütün mövsümü meyvələr, ərik, gilas, gilanar, üzümün bütün növləri, hər birisini biz gündəlik yarmarkadan əldə edirik. Hörmətli Xankəndiyə gələn qonaqlar, gəlin elə buradan alış-verişinizi edin, aparın, Xankəndə yaşamırsınız, başqa bölgələrdə yaşayırsınız, gəlmişsiniz bura istirahətə, elə buradan alın, gedin. Oradan da çox möhtəşəmdir bura. Nə istəsəniz tapa bilərsiniz. Baxın, sarımsağın özünün turşusu var. Burada digər növ turşular, hər növdə. Hətta, baxın, indi Xankəndi şəhər sakinləri, necə deyərlər, tənət olmaz pişirmək istəyirlər, amma şəhərdə təbii ki, üzüm yarpağı yoxdur. Gəlib buradan rahat şəkildə alıb aparacaqlar. Bütün növ burada ağınıza gələn, gəlməyən bütün növ məhsullar var. Yağ çeşidləri var, baxın, zeytin yağının bütün növləri, daha sonra digər yağ çeşidləri. Baxın, burada şiryat məhsulları, gündəlik süfrənizə qoyduğunuz çərəzlər, lofumlar, daha sonra konfetdir, şokoladdır, müxtəlif növ çərəz çeşidləri, hər birisi bizim gündəlik yarmarkada mövcuddur. Ləpə çeşidləri, baxın, görün, nə gözəldir. Özdə təzə-təzə, buna, görürsünüz, necə təmtəzə. Hamısını əldə edirsiniz. Hətta sümüşkanın qovrulmuşu və belə çiy vəziyyətdə olanı da var. Fıstıq və bütün növ burada ləpə çeşidi, qurudulmuş meyvələr, hamısı hardadır? Gündəlik yarmarkada. Deməli, siz nə etməlisiniz? Hər şeyi bir yerdən əldə edə bilərsiniz. Ora haradır? Gündəlik yarmarkadır. Xurmaların bütün növ çeşidi, hər növ çay ədviyyatları, çayın müxtəlif növ çeşidləri. Burada görürsünüz,
hər növdə ağlınıza gələn, gəlməyən bütün meyvələrin mürəbbələri hardadır? Gündəlik yarmarkadadır. Hətta burada qoz mürəbbəsi, qarpız mürəbbəsi, moruq mürəbbəsi, ərik mürəbbəsi, gilanar, gilan. Hətta bunu bilmədim, bu nədir? Badam. Badam mürəbbəsi də hardadır? Gündəlik yarmarkadadır. Hörmətli izləyicilər, baxın burada yer fındığı, qoz ləpəsi, ərik. Bax burada hansı uşaqlarınız yerdir? Marojna, qurudulmuş marojna. O belə siz əldə edə bilərsiniz. Burada da yenə də ləpələmiş halda digər çərəz məhsulları hamısı yeni-yeni, baxın, möhtəşəm. Hər birisi hardadır? Gündəlik yarmarkada. Göbələklər hardadır? Təzə-təzə, gündəlik yarmarkada. İstədiyiniz qədər qrama vurub əldə edə bilərsiniz. Burada da yenə də bal çeşidləri var. Gündəlik yarmarkadan da bunu əldə edə bilərsiniz. Gündəlik yarmarka tək bununla bitmir. Əgər sizin mağazanız var, siz istəyirsiniz ki, mağazaya ərzaqlar alıb, aparıb orada satışını həyata keçirəsiniz. Topdan satışı harda əldə edə bilərsiniz? Yenə də gündəlik yarmarkada 2 etaja bölünür. Tərəvəz, çərəzlər olan bölmə və belə optovoy, yəni topdan satış olan bölmədə siz bu məhsulları alıb öz mağazalarınıza aparıb sata bilərsiniz. Baxın, şinyat növləri, daha sonra burada bütün növ soklar, sular, iskilər, hamısı. İstər kapron qabda, şüşə qabda, dəmir qabda, bütün növ iskiləri hər birisini siz optoboy, yəni topdan satış halında gündəlik yarmarkadan əldə edə bilərsiniz, hörmətli izləyicilər. Bununla da bitmir. İndi biz yaxınlaşırıq. Burada kalpasa çeşidləri, saçka çeşidləri, hər birisi gündəlik yarmarkadadır. Ağartı məhsulları yenə də həmçinin var. Burada, baxın, burada belə yuyucu vasitələri hamısı topdan satış halında, kafe, restoran işlədilər, gəlib buradan elə topdan satış halında götürüb əldə edə bilərlər. Bütün növ yağ çeşidləri, şəkər tozu, hamısı burada optoboy halında, yəni topdan satış halında əldə edə bilərsiniz. Makaron çeşidləri, bu məmulatları, daha sonra belə noxudlu paxlalı bitkilər, hamısı düyüsündən tutmuş lobyasına kimi, hamısı siz Xankəndidə yerləşən gündəlik yarmarkadan əldə edə bilərsiniz. Bu hissədə isə yuyucu vasitələr var, hörmətli izləyicilər. Baxın, hər növ yuyucu vasitələrini siz gündəlik yarmarkadan əldə edə bilərsiniz optovoy qiymətinə. Bütün növ ağlınıza gələn, gəlməyən, bax burada da mayonezin müxtəlif çeşidləri və digər mətbəxə aid nələr var, müxtəlif növ salatlar hazırlanmaq istəyirsiniz, o bütün konservləşdirilmiş şəkildə burada var. Bura möhtəşəmdir, çeşid çoxdur, hər şeyi siz gündəlik yarmarkadan əldə edə bilərsiniz. Hörmətli Xankəndi sakinləri və buraya gələn qonaqlar. Yolunuzu Xankəndindən salanda hökmən gündəlik yarmarkaya gəlin. İndi buranın harda yerləşməsini, şəhərin hansı nöqtəsində yerləşməsini və telefon nömrəsini isə indi isə sizə bildirəcəm. Sağ olun, salamat qalın.